oynadı vay. Top eline götürdü vay. İndi o fikirləşib, o bilseydi ki, ben yine de hiç kimin vəkili deyirəm, bəzən mənim dostlar, o bilseydi ki orada şəhidimin şəkili olacaq, o sportiv üniforma giyinib gedərdim ora. Və ya da ki, gəlin açıq danışaq, üzr istəyirəm səndən. Xalq artisti hansıdır, popülər müğənni bunu eləsəydi, bu qədər qınaq eləyəcəydiniz mi onu? Və bu günləri hacı o stadyonu açan, Allah balaları saxlasın. Hamı başlayıb ki o hacı gözəl, biz bilirik o gözəl insandır. Hacı başımın tacı. Sən doğru ünvana təşkilatçılıq verməmisən. Qurban olun, məndə də monitor var burada. Şəhidlərimizə qurban olun. Onların şəklini verəndə mən qırağa geçirəm ki, mənim düşməyim də onların qabağında. O təşkilatçı gələk birinci Azərbaycan himnini səsləndirəydi. Şəhidimizin anası çıxıydı orada. Bəlkə deyiliyib, biz görmədik. O şeylər oldu bu orada. Olub, amma belə baxanda dostumuz Şəbnəm Tovuzlu da orada oxuyanda Ulu Öndərimizlə Cənab Prezidentimizin şəkili var idi orada. Yəni ki, bu şəkillər sırayla qoyulub da. Yəni, niyə cəmaatı qınayırsınız ki? Müğənni də o nə bilsin, o təşkilatı heç o bəlkə fikir verməyib ora. İnsandır da, indi bilməyib. Tolik biz bərabər Amma çox pis olub ha o. Mən danışmışdım o tədbiri nəfəs üçün, bərabər getmişdik. Onlar mənim yerlilərimdir. Doğrudan da Hərci Kürdəmirdə çox şəhid ailələrinə, qazilərə, kasıb ailələrə çox yardım edən bir insandır. Və orada bizim çox işçilərimiz yoxdur. Bizim 2 dənə işçimiz var hərəmizin. Yox, konsertin təşkilatçısına söhbət deyil, sizin yox. Baxın, hə, yəni konsert təşkilatı. O sizin yox, o monitora veriləcək. Şəkillər davamlı olaraq dəyişirdi. Bəli, yəni mən də o səhnədə çox şeylərdim və davamlı olaraq şəkillər dəyişirdi. Və müğənni biz gəldik, arxadan keçdik, səhnədən düşüb getmişik. Biz bilmirik arxamızda nə baş verir. Mən bilirəm onu. İlk çıxanda görürük bayrağı, məsələn mən çıxanda bayraq idi orada. Sonra başqa şəkillər. O hadisə mənim də başıma gələ bilərdi, başqa bir sənətçinin də. Yəni o bizim günahımız deyil də, biz üzü insanlara qarşı tərəf oxuyuruq. Arxamızda nə baş verir, nələr olur, onları biz bilmirik də. Yəni ki, biz özü depresiya düşüb, mən hiss edirəm. Çox pis olub, özü. Nəfəsi çox fikir eləyim bəli.